Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün sizlərə Biləcərdə 300 nömrəli məktəbə çox yaxın bir məsafədə avtovağzal metrosuna 2 dayanacaqlıq məsafədə belə bir gözəl villamızın satışını təqdim edəcəm. Zəhmət olmasa videomuzu sonuna kimi izləyin. Sizlərə indi ev haqqında ətraflı məlumatı verəcəm və sonda qiyməti qeyd edəcəm. Evimiz yerləşir 300 nömrəli məktəbə yaxın 91, 92, 83, 67, 137 marşrut xətrinə çox yaxın bir məsafədə, çox perspektivli ərazidə yerləşir. Ümumilikdə 4 sotun içərisindədir. Ev 4 mərtəbədir və əlavə -1 aşağıda da mərtəbəsi yerləşir. Altında qarajı da var. Çox gözəl şəxsi istifadə üçün inşa olunub. Təmirdə hər şey çox yüksək səviyyədə olunub. Həyətində şəlaləsi, manqalxanası hamısı çox gözəl şərait yaradılıb, ağlay daşla üzlənilib. Qarajın qapısı avtomatik jalüz qapıdır. Bura kombixanadır. Kombixananın yanında həyətdə sanitar qovşaq var. Sadəcə qapı bağlı olduğu üçün sizə çəkib təqdim edə bilmədim. Nəzərinizə çatdırım ki, lifti də var evin içərisində. İsti sistemi kombidir. Otaq sayı 10 otaqdan yuxarıdır. Tam təmirli vəziyyətdədir. Mansardına kimi ideal təmir olunub. Monolit beton, ara kəsmələr hamısı monolit betondur. Hər otağın pəncərəsi var. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, evimizin sənəti torpağın çıxarışı var. Evin isə çıxarışını almaq çox rahat bir şəkildə çıxarışı almaq mümkündür. Yəni bu evdə 2-3 ailə rahat bir şəkildə yaşaya bilər. Sadəcə olaraq bu mərtəbədə yerləşən otaqları sizə təqdim edə bilmədim. Tam təmirli vəziyyətdədir. Eynisi ilə indi yuxarı daxil olacağım. Yəni burada necə görürsünüzsə eyni otaq sayı aşağıdadır. Hər mərtəbədə də balkonu mövcuddur. İndi daxil oluruq evin yuxarı mərtəbəyə. Hər bir materiallar incəliklə düşünülüb, hamısı yəni şəxsi istifadə üçün tikilibdir. Hər şey çox keyfiyyətli istifadə olunub. Eyni bu mərtəbədə mətbəx, otaqlar necə görürsünüzsə, aşağıdakı mərtəbədə də eyni bu qaydadadır. Yəni bina evi kimi də hər mərtəbənin ayrı xüsusilə giriş olduğu üçün liftlə daxil olub ayrı-ayrı yaşamaq mümkündür. Yəni ona görə qeyd elədim ki, 2-3 ailə rahat bir şəkildə yaşaya bilər. Aksesuarlara kimi incə düşüncə ilə düşünülüb.